maşın kanalı aşdı 5 nəfər. Beyləqanda maşın aşdı 1 nəfər. Qobuda toqquşma nəticəsində 5 nəfər. Göygöldə maşın ağaca çırpıldı. Ata və oğul dünyalarını dəyişdilər. Son zamanlar ölümlə nəticələnən yol nəqliyyat hadisələri ilə tez-tez rastlaşırıq. Bəs bu qəzaların səbəbləri nədir? Nəqliyyat ekspertləri deyirlər ki, qəzalara səbəb sürücülərin qoyulan nişanlara əhəmiyyət verməməsi, avtomobillərin texniki sazlığını yoxlamaması və yol təsərrüfatıdır. Ölümlə nəticələnən qəzaların 47%-i günün qaranlıq və toranlıq vaxtına düşür. Bax, bu bizə ciddi siqnaldır ki, yolların işıqlandırılmasını sürətli şəkildə təmin edək. Avtomobillərə texniki qulluq məsələsi çox vacib məsələdir. Sürücülər bəzən təəssüflər olsun ki, ya texniki baxış ərəfəsində, ya da maşın tamamilə sıradan çıxanda aparırlar ustaya ki, hansısa bir detalını dəyişsinlər. Ölkəmizə daxil olan qeyri-orijinal, saxta ehtiyat hissələrindən istifadə müəyyən belə deyək də siqnallar ortaya qoyur. Əyləc sistemidir, sükan idarə etmə mexanizmidir. Burada nəsə bir səhv olsa gətirib faciəyə çıxarır. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisindən isə bildirildi ki, qəzaların əsas səbəblərindən biri də yüksək sürətdir. Baş Dövlət Yol Polisi İdarəsi olaraq baş verən yol nəqliyyat hadisələrinin statistikasını araşdırdığım zaman görürük ki, qəzalara səbəb olan qayda pozuntuları arasında ilkin sırada yolda təyin edilmiş sürət həddinin pozulmasıdır ki, sürücü xüsusi texniki vasitəyə yaxınlaşır, sürət həddini azaldır və digər xüsusi texniki vasitəyə qədər sürət həddini yenidən artırır. Baş verən qəzaların daha çox hissəsi isə iki xüsusi texniki vasitə arasında sutkanın qaranlıq vaxtı məhdud görünmə şəraitində olur. Digər qayda pozuntusu isə qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulmasıdır. Eləcə də bu qəzalara səbəb olan digər qayda pozuntulardan birisi də yol ayrıcılarının keçmə qaydasının pozuntusudur. Aparılan təbliğat, təşviqat işlərinin intensivinə baxmayaraq, hələ də bəzi sürücülərin qaydalara biganə yanaşması sonda da qəzaların baş verməsinə gətirib çıxardır. Qurumdan bildirildi ki, bu il ərzində aparılan statistikaya əsasən ötən illərə nisbətən qəzaların sayı azalıb. 2025-ci ilin 11 ay ərzində 1131 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 624 nəfər həyatını itirib, 943 nəfər isə yaralanıb. Fidan Əsədli, Səbuhi Mustafayev, Xəzər xəbər.